dindirsən, hamı xoşbəxtliyi axtarır. Amma heç kəs də demir ki, ay qardaş, mən onsuz da bunlara sahib olduğum üçün xoşbəxtəm də. Əgər hər səhər gözünü sağlam şəkildə aça bilirsənsə dünyaya, onsuz da xoşbəxtsən. Əgər 2-3 dostunla deyib gülə bilirsənsə, əylənə bilirsənsə, onsuz da xoşbəxtsən. Yəni insan oğlu baharın gəlişinə belə daxilən sevinən, daxilən belə içində kəpənəklər uçuşan bir varlıqdır da. Deməli biz xırda şeylər üçün xoşbəxt ola bilirik. Sadəcə bəzən özümüzü o qədər sıxırıq ki, o qədər hər şeyi analiz edirik ki, o qədər çətin gedən şeylər altında əzilməyə meylli oluruq ki, xoşbəxtlik anlayışımız itir və bir çaba enerjisinə giririk ki, mən necə xoşbəxt olum. Sən onsuz da xoşbəxtsən əslində. Sağlamsansa xoşbəxtsən, gözün görürsə xoşbəxtsən, danışa bilirsənsə xoşbəxtsən. Sən əgər hər fəsil baharın gəlişini izləyə bilirsənsə də xoşbəxtsən. Niyə özünü bu qədər sıxırsan? Düzdür, bəzən çətinliklər olacaq, maddi mənada da çətinliklər yaşayacaqsan, mənəvi olaraq da sıxıntıların olacaq, hər mövzuda çətinlik çəkə biləcəksən. Amma o içindəki sevgini itirmə də, ya da bir ətrafındakı insanlara bax. Sənə sevgisini yansıdan, sənə gülüş bəxş edən insanlar varsa həyatında, sən onsuz da xoşbəxtsən də, xəbərin yoxdur sadəcə. Ona görə də burax bu şeyləri, icazə ver özünə xoşbəxt olmağa. Bu həyatda həqiqətən də bir duyğu var, sevgi. Qalan bu tədirginlik, narahatçılıq var. Bax, digər hisslər o sevgidən yaranır əslində. Sən çünki qorxursan xoşbəxt olmaqdan. Çünki bizi belə öyrədiblər. Çox dirmə birdən başına nəsə gələr. Hər şey yaxşı gedir, mütləq bunun altından nəsə çıxacaq, çıxmayacaq. Rahat ol. Xoşbəxtsənsə, yaşa bu anı. İcazə ver həyatında sevgi axsın. Yaşa bu duyğunu, həm də sonuna qədər.